Salamlayıram hər birinizi, Azərbaycan xalqı və Türk xalqı. Bu günləri mənim qonağım Hicran xanım Bakıdan gəlibdir, Ankara'ya. Xoş gəlmişsən Hicran xanım. Hicran xanım şəhid yoldaşıdır. Şəhid 1-ci Qarabağ şəhidi Elşən Tağıyevin yoldaşıdır. İstəyərdim öz fikrini də desin, amma onu deyim ki, Hicran xanım bura gəlməklə gövsüz qar yağır, hava da soyuqdur. Xoş gəlibsən bir daha. Çıxışını eləyə bilərsən burada şəhid analarımıza. Türkiye'de, Ankara'dayım. Və birinci dəfə gəlməyimlə də bəli, qarı da özümlə bərabər getmişəm, ancaq Azərbaycanda çox istidir, burada soyuqdur. Bütün şəhid ailələri adından xoş gördük Türkiyəyə. Ateşli salamlar şəhid ailələrindən. Eləsi çox sözlərimiz var, amma qarı imkan Mən buradan verirsə. şəhid analarını salamlayıram, atalarını salamlayıram. O cümlədən Türk şəhid analarını da, atalarını da salamlayıram. Və buradan Tovuz rayonunda mənim bir yaxın rəfiqəm var, Sveta xanımı da salamlayıram. Və Goranboyun Qızılhaclı kəndindən Təranə xanımı salamlayıram, öpürəm hamınızı. İnşallah Mən də ki, bir kəlmə Azərbaycana gələndə görüşəcəm sizlərlə. Mən də bir kəlmə deyim, bizim qrup 90-cı il şəhid ailələri qrupu, başda Sərminaz ana, Nahidə ana, Mələk ana, Tükəzban ana, Tahirə ana, bütün analarımız, şəhid xanımlarımız, şəhid bacı qardaşları, ataları, sizlərin sovqatlarınızı bura gətirmişəm. İnşallah möhtəbər yerlərdə görüşlərimiz olacaq, şəhidlərimiz haqqında məlumatlar verəcəyik və inşallah ki, uğurlarımız çoxlu olacaq, qalibiyyətlərimiz olacaq. Çox sağ olun. Sağ olun. Sağ olun.